Salam əziz tələbələr. Mən master nömrə 1 tədris mərkəzinin ingilis dili müəllimi Mehdiba Bugün sizinlə 18 yanvar 2026-cı il tarixində keçirilən ümumi sınaq imtahanı altının ingilis dili fənn üzrə sualların izahına bir yerdə baxacağıq. Gəlin dinləmə ilə başlayaq. Hey Haruka, I have a question for you. Do you ever meditate? Only occasionally. I know it's very good for your mental health, but I forget all the time. Do you? I do, but not in the most traditional or usual way. Like I don't sit in silence very often. I do that too sometimes, but I'll meditate either by going through a guided meditation, like a voice, someone telling me, to relax your shoulders and your focus on your breathing, etc. Or I meditate at other times, like when I'm doing the dishes. I just focus on just the act of the water going over my hands or cleaning the dishes. And, that's a form of meditation to me. Do you feel much better after that? I feel calmer. I certainly feel more relaxed. Yeah, I feel like when I do that, my mind usually is going very fast, and it's a good way to kind of slow it down and bring it back to a more tolerable way of thinking. Is meditation similar to zoning out? I guess, but to me, zoning out is like letting your mind wander, whereas meditation, you're bringing it to a single focal point. I see. Actually, I remember that I have used this app called Undo. It's a very simple, like 3 minutes or whatever minutes you choose, and it starts with a bamboo sound, and I like it. And I feel much calmer after that meditation. Yeah, I have the same app. I that is the one time I will do a kind of silent meditation. I'll use that app because it, like you said, there's this bamboo sound at the beginning and a kind of gong at the end, but it's just silent in between. Bəli, dinləmədən aydın olduğu kimi Mark və Haruka adlı iki dost meditasiya haqqında danışır qısa və Mark həm özlüyündə həyatın müxtəlif hissələrində nə isə fokusunu verməyi sevir. Həm də meditasiyanı hansısa bir bələdçi tərəfindən yönləndirilərək həyata keçirir. Bu da Harukanın dediyi Ando adlı bir application istifadə eləyərək olur. Mark, məsələn, bir nömrəli testdə bizdən doğru variantın tapılmasını istəyir. Dinləməyə görə sadəcə düzgün bir ifadə. Məsələn, A variantında yazılıb ki, yalnız tamamilə səssizlik olanda meditasiyanı seçir, bunu eləyir. Amma bizə deyir ki, Mark deyir, mən qab yuyanda da buna fokuslanmayı sevirəm. Suyun mənim əlimin üzərindən axmasına fokuslanmayı sevirəm. Sonra B-də deyir ki, Haruka hər gün unutmadan meditasiya eləyir, amma başlıqda Mark ona sual verəndə ki, mənim sənə sualım var. Do you ever meditate? Sən ümumiyyətlə meditasiya eləyirsən? O nə deyir? Only occasionally. Yalnız xüsusi hallarda, yəni gec-gec eləyir, hər gün yox. C-də deyir, Mark meditasiya istifadə edir ki, öz racing thoughts, yəni yarışan fikirlər, ə, bir-birinə qarışmış fikirlər, çoxlu fikirlərini slow down, yavaşlatmaq üçün bu doğru cavabdır bizdə C. Sonra test nömrə 2 cümləni tamamlamalıyıq. Mark considers washing the dish a form of meditation because he. Deyir, Mark qab yumağı bir meditasiya forması olaraq nəzərə alır. Çünki o suyun deyir hərəkətinə fokuslanır və bunu meditasiya olaraq görür. Xoşu gəlir bundan. That's a form of meditation to me. I just focus on just the act of all the water going over my hands. Uyğun gəlir bizə B variantı. Sonra 3. Dialoqdan aydın olan bir ifadə, eşitdiyimiz və doğru birəbir dinləmənin eyni olan informasiya daşıyan variant. A-da belədir. Bütün sessiya deyir boyunca Harukanın meditasiya ilə bağlı dediyi bu application proqram təbiət musiqisi, təbiət səsləri verir. Amma bizdə burada nə deyim? Deyir ki, silent meditation, yəni səssiz meditasiyadır.
Başlığında səs gəlir, bitəndə gəlir və neçə dəqiqə deyir seçsən, o qədər sakitçilik olur. Sonra digər variant B. Mark deyir, ə, bələdçi təlimatlarının verildiyi meditasiyadan zövq alır. Bəli, bu doğrudur. Mark hər iki cür meditasiyanı xoşlayır. Sonra test nömrə 4. Dinləmədə zoning out və meditasiyanın müqayisəsindən hansı nəticəyə gəlib çıxmaq olur? Bizdə zoning out-la bağlı Harukanın belə bir sual var. Is meditation similar to zoning out? Deyir, meditasiya və zoning out bir-birinə yaxındır. Zoning out xəyala dalmaq. Mark da deyir, ola bilər, amma zoning out sənin fikrini deyir, wander, gəzməyə göndərmək kimidir. Amma meditasiya fikrini bir fokus nöqtəsinə deyir gətirməkdir. Fərq budur. Zoning out lets the mind wander while meditation requires focus. Cavab C. Sonra 5. Hansı sualın cavabı bizdə var? Meditasiya proqramının başlanğıcında what sound is played? Hansı musiqi və yaxud da hansı səs played, səsləndirilir? Bizdə də meditasiya proqramı haqqında danışanda burada deyir. It start with a bamboo sound. Bamboo soundla başlayır. Elə A cavabının, yəni A variantının cavabı mətndə var. Sonra keçək birinci reading mətnimizə. Bizdə true-false suallarının birincisi belədir. Pepperberg Alexə müxtəlif dillərin səslərini öyrədir. Müxtəlif dillərin yoxu. Təxmini deyir 100 dənə ingilis söz öyrədir. Müxtəlif dillər yox. Ona görə burada cavab olur false. Sonra 6.2. Pepperberg inanırdı ki, quşlar incapable of any thought, heç bir düşüncə kapasitəsində deyil. Yəni bu qabiliyyət onlarda yoxdur. Əgər bu qabiliyyət yoxdursa, bu niyə bəs quşlara, yəni bu düşüncədə sizə niyə öyrədir? İkinci bir tərəfdən baxanda mətndə digər tədqiqatçılar deyir, düşünürdü ki, Pepperbergin bu düşüncəsi, ə, bu addımı, yəni quşlara, ümumiyyətlə digər canlı növlərinə ünsiyyəti öyrətmək addımı no use, faydasızdır. Ə, Çünki şimpanzelər deyir, seçsə daha yaxşı olardı. Çünki ən azından onlar sadə bir dili, simvolları başa düşə bilir. Baxmayaraq ki, danışa bilmirlər. Amma quşlar bu dil qabiliyyətə sahib deyil. Yenə bizdə yuxarıda bununla bağlı bir hissə var. Means scientists believe that animals were not capable of real thought. Onlar quşları simple-minded hesab edir. Başqaları, yəni Pepperberg yox, başqaları. Ona görə variantı false-dur. Mübtəda səhvdir. Və yaxud da burada birds were capable ola bilərdi ki, Pepperberg düşünürdü ki, quşların bu qabiliyyəti var. Sonra 6.3-cü sual. Alex deyir, Alex yəni bizim bu tədqiqatda olan quş. Alex yeməklərin adlarını kopyalayıb və yaxud da onları simulate, yəni bənzədə bilirdi. Gəlin görə Alex hansı sözləri öyrənir? Təxminən 100 ingilis sözü öyrənir, including the names of foods, numbers, shapes and colors öyrənir. Yəni foods-la bağlı hissə bizdə doğrudur. Bizə demir ki, variantda yalnız qida. Yalnız qidanı desəydi, biz onda deyərdik ki, false-dur. Çünki mətn bizə dedi ki, orada numbers, shapes, colors var. Rənglər, formalar, saylar var. Amma yalnız olmadığı üçün cavab doğru olur. 6.4-cü sualda deyir, Alexin deyir, imitative skills, yəni təqlid etmə qabiliyyətləri could help to understand the cognition of animals. Heyvanların kognitiv qabiliyyətini başa düşməyə, yəni şuurlu ola bilmə, dərk etmə qabiliyyətlərini başa düşməyə kömək etdi. Kömək etdimi? Open a new door into understanding animal cognition. Bəli, yeni bir qapı açdı bizim üçün. Bu doğrudur. Kömək etdimi? Etdi. Cognition sözü dərk etmək deməkdir. Dərk etmək deyil bizdə başa düşmək. Başa düşmək. Process of acquiring knowledge. Bilik əldə etmə prosesi. Təcrübə ilə,
düşüncə ilə, duyğu ilə bilik əldə etmək, yəni onu dərk etmək. A doğrudur. Sonra 8. Əksər tədqiqatçılar da düşünürdü ki, deməli bizdə belədir də. Baş qəhrəman, yəni Pepperberg düşünür ki, quşlara bunu öyrətmək olar. Əksər tədqiqatçılar düşünür ki, quşlara olmaz, şimpanzelərə heç olmasa olar. Bu informasiyanı variantda seçməliyik. Deməli, A-da yazılıb Alex insan dilini öyrənə bilər. Bunu əksər tədqiqatçılar yox, Pepperberg düşünür. Ə, Alexin heç deyir səsi yoxdur ki, yəni fiziki olaraq səsi yoxdur ki, sound, yəni o səsləri imitasiya eləsin, amma Alexin səsi çıxır, yəni boğazından fiziki olaraq səs çıxır. Sonra şimpanzelər were not better subject than birds. Amma əksinə, birds were not better subjects. Və yaxud da şimpanzes were better olmalı idi. Sonra Pepperberg'in tədqiqatı would be pointless without any useful result. Faydalı bir nəticə olmadan deyir, mənasız olacaq. Bəli, bunu fikirləşirdilər. Mətndə biz az əvvəl də buna baxmışdıq. No use yazılmışdı. Heç bir fayda olmayacaq yazılmışdı. Sonra test nömrə 9. Why did Pepperberg carry Alex on her arm to wooden perch? Deməli, Pepperberg deyir, Alexi niyə qolunda deyir, gətirdi? Bax, çox sadə cümlədə böyük bir deformasiya da olmayıb. Otağın ortasına qədər gətirdi. To demonstrate his knowledge of numbers, shapes and the colors. Onun ədəd, forma və rəngləri bildiyini göstərmək üçün. Forma, ədəd və rəngləri bildiyini göstərmək üçün. Yəni bizdə vergülə qədər hissə yoxdur, vergüldən sonraki hissə sualdır. Cümlənin digəri, baxın, A variantında yazılıb. Colors and the shapes. She wanted to show that Alex had knowledge about colors and the shapes. A. Sonra 10. Hansı sualların mətndə cavabı var? Deyir ki, Pepperberg'in bu tədqiqatdakı aim, məqsədi nə idi? Biz bunu artıq bilirik ki, heyvanların cognition, dərk etmə qabiliyyətlərini bizə göstərmək. Sonra 2. Nə vaxt şimpanzelər istifadə olunub? Bu şimpanzelərlə bağlı biz heç bir tədqiqat bilmirik mətndə. 3. Nə qədər müddətdir vaxt aparıb Alexi bu 100 dənə ingilis sözünü öyrətmək? Nə qədər vaxt apardığını da biz bilmirik. 4. What was the reason why Pepperberg chose Alex for his study? Niyə deyir Pepperberg Alexi öz tədqiqatı üçün seçib? Yəni səbəb nə idi? Səbəbi də biz bilmirik. 5. Niyə bəzi elm adamları düşünürdü ki, Pepperberg'in tədqiqatı izləməyə dəymir, davam etməyə yəni dəymir. Çünki onlar nəyə fikirləşirdilər? Çünki onlar quşların belə bir qabiliyyəti olmadığını düşünürdülər. Heç olmazsa deyir şimpanzeni seçərdi. 5. 1 və 5. Keçək ikinci mətnə. Bizdə burada Maria Mutola adlı bir gənc qızdan söhbət gedir. Deməli, bu qız 1988-ci ildə Mozambikdə olan lokal futbol yarışmasında bütün oğlanlardan ibarət komandanın yeganə qız iştirakçısı olub. Onlar deyir, bu oyunda xüsusi bir cins məsələsinin nəzərə alınacağını düşünmürdülər. Amma komanda bu oyunda qalib gəlir. Sonra qalib gələndən sonra qarşı komanda şikayətlənir ki, məğlub olan komanda şikayətlənir ki, bu qızın burada iştirak eləməyi unfair, bizim üçün ədalətsizlikdir. Sonra bu məsələ bir qəzetdə işıqlandırılır və Jose adlı bir Afrika atletlərinin dəstəkçisi olan bir adamın diqqətini çəkir. Marianın istedadına bağlı maraqlanır və onun sürətindən təsirlənir, həmçinin atletik qabiliyyətindən. Sonra onu izləyir ümumiyyətlə. Watch your practice outside. Futbol klubundan kənarda onun
məşq etməyini istəyir. Potensialını dərhal dərk eləyir. Ə, Xose deyir onu atletikaya gətirir. Söhbət də ya atletikaya gətirməyə necə baş verir? Ə, Bizdə Maria deyir ki, əvvəla ə, ona gələn təklifləri əvvəl qəbul eləmir, çünki o ailəsi üçün darıxacağını düşünür. Afraid of being separated from her family. Ailəsindən uzaq olmaqdan qorxur. Ailəsi də əvvəl hətta buna ilk dəfə belə təklif gələndə qəbul eləmir. Sonra Xose ailə ilə danışır və onları convinced inandırır ki, qızlarının doğrudan da uğurlu bir atlet olmaq şansı var. Ciddi deyir nəzərə e, hesablamalardan sonra onlar diqqət şəkildə fikirləşəndən sonra professional treninqə qoşulmasına razılaşırlar. 1991-ci ildə United States-ə gəlib çıxır. Oradakı həyatın öz həyatından fərqli olduğunu görür ki, digər atletlər öz görünüşləri, paltarları ilə bağlı deyil narahatlar. Amma Maria narahatdır ki, onun ailəsinin sağ qalmaq üçün kifayət qədər qidası var yaşadığı yerdə. Yəni yeməkləri çatır yaşamağa. Ümumiyyətlə bütün bu çətinliklərə rəğmən o öz bəxtinin fərqinə varır ki, necə şanslıdır və ə, made the most of the excellent training she received. Əlinə gələn hər şeyi eləyir və mükəmməl şəkildə bu təlimi götürür. Bugün deyir Maria öz atletik karyerasına hələ də davam eləyir. Spent most of the year living comfortably in South Africa with her mother. Həyatının deyir ilin əksər hissəsini Cənubi Afrikada anası ilə bir yerdə comfortable şəkildə, yəni çox rahat, komfort şəkildə yaşayır, yəni sağdır. İndi 11.1-ci sualda bizə deyir. 1980-ci illərin əvvəlində Maria Mutola milli basketbol komandasının oyunçusu idi. Basketbol yox, bizdə harda bu qız oynayır? Futbolda. Həm də burada 80-ci illərin əvvəldə deyil, 80-ci illərin sonudur. Deməli, cavab olur bizdə false. 11.2-də deyir, as the training was extremely demanding and physically exhausting. Yəni treyning çox tələbkar və fiziki olaraq çox yorucu olduğuna görə Xose düşünür ki, Maria uğurlu düşünmür ki, yəni inanmır ki, Maria uğurlu olacaq. Amma əksinə Xose onun uğurlu olacağını güvənir və onu gətirir ailəsindən bura. Deməli, cavab olur false. 11.3-də deyir, Maria əvvəl heç bir invitation təklifi qəbul etmir. Çünki o ailəsi ilə ayrı qalmaqdan qorxur yazılmışdı mətndə. Burada da yazıb ki, was concerned about missing her family. Ailəsini özləməklə bağlı narahat edici. Cavab olur true. 11.4-də deyir, there was no other girl among team members except Maria. Onlar 1988-ci ildə yarışmanın qalibi olanda except Maria. Maria istisna olmalı, komandada başqa qız oyunçu yox idi. Bu da doğrudur, çünki bizə deyirdi only girl. Yalnız qız oyunçu Maria olub. Sual nömrə 12. Deyir ki, Maria United States'də qarşılaşdığı qızlarla bağlı nəyi qeyd eləyir? Nədir bununla qızlarla bağlı olan fikri? Nədir? Deyir onların yeganə narahatçılığı while other young athletes were concerned about clothes and appearance. Onların narahatçılığı necə görünməyinə, geyinməkdir, amma Maria ailəsinin yeməyinin olub olmamağı ilə bağlı narahatdır. Bizdə də bu hansı varianta uyğun gəlir? İnformasiyanı tapmalıyıq. Məsələn, adı deyir ki, onlar öz qabiliyyətlərini bütünlüklə istifadə etmir, bu deyil. Onların trening proqramları ilə bağlı nəsə ifadə yoxdur. Onlar trenerlara kifayət qədər hörmət, rəğbət göstərmir, bu da deyil. Onların həyat təcrübələri Marianınkindən fərqli idi. Bəli, təcrübələr, macəraları bu doğru cavabdır. 13. Xose Maria ilə bağlı məlumat sahibi olur. Nə vaxt? Nə vaxt? Lokal, yəni yerli qəzetdə bu oyunla bağlı Marianın iştirakçısı olduğu klubun qalib gəldiyi oyunla bağlı xəbər çıxanda. Bax, biz o qəzetlə bağlı variantı tapmalıyıq buradakı. Qəzetdə, lokal qəzetdə xəbər çıxanda.
Məsələn, 7 yazıb Mozambikdə səyahət eləyərkən bu deyil. Marianın valideynləri ona məktub göndərəndə bu da deyil. Futbol oyununda onun rolu ilə bağlı artikel, yəni məqalə görəndə, bəli, bu doğru cavabdır. Doğru cavabdır. Sonra 14 convinced sözü inandırdı deməkdir. İnandırmaq. İnandırmaq bizdə hansı variant uyğun gəlir? Y ümumiyyətlə deyil, doğru bucaq horizontal formada. İncinmək, zərər vurulmaq deyil. Nəyisə balacalaşdırmaq heç deyil. Sonra B-də yazıb cause someone to do something through reasoning or argument. Səbəb gətirərək, arqument verərək nəyinsə, kiminsə nəyisə etməsinə səbəb olmaq. Kiminsə nəyisə etməsinə səbəb olmaq. Bəli, bu doğru cavabdır. Yəni onu inandırırsan, arqument gətirirsən, reasoning, səbəblər gətirirsən. 15. Hansı sualların bu mətndə cavabı var? United States aparılmazdan əvvəl Mari harda yaşayırdı? Mozambikdə. Biz bunu artıq bilirik. 2. Atasının Maria'nın profesional karyerasına contribution töhfəsi nə idi? Biz bunu bilmədik. Bu Maria profesional karyeraya başlayanda bu United States'e köçəndən sonra atası ilə anası ilə bağlı heç nə bilmirik uşaqlar. 3. Niyə əvvəlki təkliflərdən Maria təkliflərə rədd cavabı verirdi? Çünki biz artıq bilirik ki, o ailəsini özləyəcəyini düşünürdü. 11.3-cü sualda da bunu təsdiqlədik. 3 cavab var. Sonra how do other athletes living in the USA differ from Maria? USA'da yaşayan digər atletlər Mariadan necə fərqlənir? Onların haqqında bir dənə ifadə bilirik ki, Maria ailəsinin yeməyi ilə bağlı narahat olanda onlar geyimlə və xarici görünüşlə bağlı qayğı çəkirlər. 1, 3 və 4-ün cavabı var. Sonra ümumiyyətlə Marianın rol modeli kimdir? O yeniyetmə illərində biz onu tanımırıq. Hətta varmı yoxsa yoxmu bunu da bilmirik. Sonra test nömrə 16. Bizdə burada mürəkkəb tamamlıqla bağlı bir sual var. I knew him ill and bad. Knew biz axı bilirik mürəkkəb tamamlıqda feil, tamamlıq, yəni feil ardıcıllığında. Bizə də burada knew və him sözləri birinci feil və tamamlıq hissəni verir. Biz ikinci feili variantdan götürəcəyik. Və bilirik ki, know sözü bu bilmək. İkinci feilə mütləq to hissəciyini verir. Məsələn, o A-da verilməyib. Və üçüncü dərəcəli feillər. Əgər bu mürəkkəb tamamlıqda həmcins üzv qurulubsa, bizdə qurulub, yəni and-dən sonraki hissədə varsa, onda üçüncü dərəcəli feillər to hissəciyini yalnız birinci feilə verir. Yəni and-dən əvvəlkinə, sonrakına yox. İkinci feilə heç nə olmayacaq. O olduğu kimi qalmalıdır. Məsələn, özü bad pis deməkdir. Bu adam deyir, mən bilirəm o xəstə özünü hiss eləyir, xəstədir və pis hiss eləyir. B variantında fall sözü yazıb. Fall düşmək, yıxılmaq, payız deməkdir. Bu ümumiyyətlə aid deyil. Sonra C və Y variantında feel sözü Y-də dəyişib, C-də də yenə başqa bir sözdən söhbət gedir. Bizə lazım olan söz feel sözünün özüdür, D variantı. Qısa formada yenə deyirəm. Mürəkkəb tamamlıqda üçüncü dərəcəli feillər özündən sonrakı, yəni tamamlıqdan sonra gələn bu ikinci feilə to hissəciyini verir. Əgər həmcins üzvlənmədən söhbət gedirsə, to yalnız and-dən əvvəl gələn feildə olmalıdır. İkinci feildə yox. İkinci feil lüğəvi versiyada heç bir şəkildə istifadə olunmadan ora yazılır. Bizə pis hiss etmək demək üçün feel sözü lazım idi. Feel, full yox. Sonra 17 nömrəli testdə bizə dialoqun qurulması tələb olunur. Cümlələrə baxıram. 1, 2, 3 dənə sual var. May I help you with something? Sizə necə kömək edə bilərəm? Nə eləsə, yəni kömək edə bilərəm? 6. 6, yəni B və C yox.
Sualın biri, yəni başlama sualı budur. Sonra bunun cavabı nə ola bilər? Birdə deyir $200 transfer etmək istəyirəm. İkidə deyir ümumiyyətlə bir miqdar pul transfer etmək istəyirəm. Dörddə deyir ki, bunu mənim yəni pul yığılan hesabımdan götürün. Əvvəl bu pul göndərmək istədiyini desin. Sonra sual veriləndə nə qədər? Onda deyər $200. Yəni 6-dan sonra 2. Cavab alınır. D. Sonra beşinci sual. Where would you like to transfer money from? Hardan? Saving account'dan. 5 4. Sonra da soruşur. How much would you like to transfer? Nə qədər pul miqdarı? Cavab da budur. $200. 3-dən də sonra bir cavab. D variantı. 18. Düzgün sual cümlələrini seçmək lazımdır. Sual sözü köməkçi fiil, mübtəda xəbər. Sual sözü what time, köməkçi fiil does. Train sonra arrive olmalıdır. Arrive'ın yeri səhv düşüb, bir səhv. How long have you been working on that project? Burada hər şey doğrudur. How long? Sual sözü, hər köməkçi fiil, you been working out. 2. Yəni 2. 3. Why did you choose to study abroad for? Burada sual cümləsinə bağlı ardıcıllıq düzdür. Burada why sual sözü ilə başlayan cümlə axı for ilə bitə bilməz. Səhv olan budur. Ya for ümumiyyətlə silinməlidir, ya da what for olmalıydı. Yəni başlıqda what olmalıydı ki, nə üçün olsun. Niyə üçün düzgün deyil? 3 də səhvdir. Ondan sonra 4 ve have they gone for the vacation last summer? Burada sual cümləsi ardıcılığı düzdür. Bu sual sözü have köməkçi fiil, they gone. Burada səhv olan last summer'dır uşaqlar. Last ancaq keçmiş sadə zaman göstəricisidir. Amma bizdə cümlə have they gone, indiki bitmiş zamandadır. 4 də səhvdir. Who is responsible for organizing the meeting? Hər şey doğrudur. Sadəcə mübtədanın sualı. Mübtəda silinib, yerinə who yazılıb, ardıcıllıq da pozulmayıb. 2 və 5 cavab D variantı. Test nömrə 19. Verilən cümlənin ekvivalentini seçməliyik. Yəni, ola bilər cümlədə sözlər sinonimlə əvəz olunsun, cümlənin strukturu dəyişilsin, məlumdan məhsula keçirilsin, icbar növ istifadə olunsun, amma oradakı informasiya eyni qalsın. Başa düşülən məlumat eyni qalsın. Cümlə bizə nə deyir? As there was a lot of traffic. Çoxlu tıxac olduğuna görə avtobus 5-ci prospektdən və yaxud da xiyabandan Broadway-ə gələndə took half an hour. Yarım saat yol gəldi. Yarım saat yol gəldi. İndi A variantına baxıram. Buraya yazıb we get to Fifth Avenue. 5-ci prospektdə gələndə. Amma 5-ci xiyabana da ola bilər. Amma bunlar 5-ci xiyabandan yola çıxıblar. Bura gəlmirlər. Sonra B-yə baxıram. Biz axı gördük half an hour yazılmışdı. Half an hour. Yəni yarım saat. Amma B-yə yazılıb an hour. 1 saat. Uyğun gəlmir. Sonra C-yə baxıram. If the traffic hadn't been heavy. Əgər tıxac gərgin olmasaydı, çox şiddətli olmasaydı, cümlə belə demir axı. Cümlə deyir tıxac şiddətli idi. Sonra D-yə baxıram. There were a lot of passengers in the bus that wanted to go to yox. Broadway-ə getmək istəyən çoxlu sərnişinlər var idi avtobusda. Ümumiyyətlə əlaqəsi yoxdur. Sonra bizə qalır ancaq Y. Çoxlu trafik var idi. Took us half an hour to get to Broadway. Bəli, bizim half an hour, yarım saat vaxtımız getdi Broadway-ə çatmağa. Y doğru cavabdır. Və test nömrə 20. Bir dənə bunun şərtində pronoun, yəni əvəzliklər seçilməlidir. Nothing heç nə, no ümumiyyətlə yox, xeyr, none heç biri. Əvvəla burada birinci, yəni A variantda yazılan cümlə keçmiş sadə zamanın inkarındadır və ümumiyyətlə bu boşluqla inkarlıq eyni sadə cümlənin içərisindədir. Biz də bilirik ki, bir sadə cümlədə ancaq bir dənə inkarlıq olar. Yəni A bu variantlardan heç birinə uyğun gəlməyəcək.
A heç birinə uyğun gəlməyəcək. Ondan sonra beşincidə də elə bir məsələ var. Bu bir dənə sadə cümlədir. Yəni ola bilərdi ki, boşluqla hardly eyni cümləyə girməzdi. Mürəkkəb cümlədən söhbət gedərdi. Onda hə yeni nəzərə alardıq. Amma burada hardly inkardır. O yenə başqa bir inkarlıqla eyni cümlədə olmayacaq. C də beləcə səhvdir. Yəni 1-ə Y ola bilməz. Cavab qalır B. Amma biz yenə də bunun niyə məsələn 1-ə C-dir, D deyil. Bunun da bir dənə izahını verək. There was nöqtələrdən sonra orada of yazılıb. Törəmə əvəzliyindən sonra of olmaz. No əvəzliyindən və euro əvəzliyindən də sonra of olmaz. Üçə yalnız nan. Ə, deməli, nə deyim, törəmədən nodan sonra olmaz. Bəli, 3-ə nan. 3-də yazılan nan sözünə ancaq B uyğun gəlir demək istəyirdim. Cümləni düz qura bilməm. Ondan sonra 2. No və nothing sözləri qalıb bizə. It has to do with the situation. She can wait longer. Deməli, bu longer sözünün qabağına ya no, ya any yaza bilərik. Any longer, no longer. Cümlə əgər cannot-la olsaydı, any longer yazacaqdıq. No longer uyğun gəlir. 1-ə D. Bir dənə qalır C. Bu situasiya ilə bağlı etməyə yoxdur. Heç nə. C, D, B cavab olur. B variantı və burada testlər yekunlaşır.